Salam yoldaşlar. Bugün bir çox igidlərimizi ağlar qoyan Logical Volume Management-ə aid taska baxacağıq. Mən indi bəzi ayarlamalar eləmişəm burada. Yəni, imtahanda bizə təbii ki bir disk verəcəklər. VDB1 olacaq, STB1 olacaq, hər nəysə. Mən özüm burada artıq ayarlamışam onu. STB disk əlavə eləmişəm. Daha doğrusu STB disk əlavə etməmişəm. Disk əlavə etmişəm və STB adını alıbdır. Başqa bir ad da ala bilər. Belə. Yəni, diskimiz hazır var. VS Code'u açmışam burada, hazır formada. Gəlin başlayaq taska baxmağa. Dediyim kimi imtahanda çox böyük ehtimal ki, diski də hazır formada. Çox böyük ehtimal yox, elə milyard faiz diski də hazır verəcəklər. Deyəcəklər konfigurasiya faylındakı, bax get filan diskin üzərində bu əməliyyatları elə. Partition da yaradılmış olacaq hazır formada. Və hətta mən deyərdim ki, volume qrup da hazır formada yaradılmış olacaq. Sadəcə indi biz taskı simulyasiya edirik. İmtahan environmentində deyilik deyə bu formada davam edirik. Ki, hər kəs aydın olsun. Nəysə, başlayaq. Deyir, həmin bu PAS-də Logwall adında playbook yarat. Create a playbook called Logwall. Sonra deyir, create a logical volume called LV backup and make it of size 1500 megabit on volume group VG backup. Deməli, LV backup adında logical volume yaradırıq və hansı ki size 1500 megabit olmalıdır, megabayt olmalıdır və onu volume group VG backup adında volume group üzərində yaradırıq. Çox böyük ehtimal ki, imtahanda VG backup da artıq yaradılmış olacaq hazır formada. If there is not enough space in the volume group, print a message not enough space for logical volume. And then make a 800 megabyte LV backup instead. Tamam, deməli, əgər bizim VG backupda kifayət qədər yer yoxdursa, ekrana yazır not enough space, kifayət qədər yer yoxdur və 1500 megabit yerinə alternativ olaraq 800 megabit yaradır. Bu, baxan kimi mən bilirəm ki, bu backup deyirəm, dilim dolaşdı. Blok və rescue-dan söhbət gedir. Zaten burada taska oxuyan kimi o aydın olmalıdır. Bu blok və rescue proqramlaşdırmada try-catch blokuna çox bənzəyir. Yəni, qısa olaraq biz taskalarımızı blokda yazırıq. Hansı ki, proqramlaşdırmada try-da yazırıq. Bir exception çıxarsa ki, buradakı exceptionımız da zaten budur. Yəni, sən 1500 megabit ölçüdə deməli logical volume yaratmaq istəyirsən, amma o qədər size yoxdur VG-nin. Ona görə də exception, istisna baş verir. Və o istisnanı da catch edirik biz bir növ burada rescue vasitəsilə. Rescue də zaten adından bəlli olduğu kimi xilas etmək anlamına gəlir. Yəni, blokda problem çıxarsa rescue-da həmin o taskı alternativ şəkildə icrasına davam edilsin. Və 800 megabit olaraq yaradılır. If the volume groupun özü ümumiyyətlə mövcud deyilsə, bunu yazırıq. Volume group doesn't exist. Və sonra da həmin bu LV backup logical volume'umuzu XFS fayl sistemi ilə format edirik və heç bir yerə mount eləmirik. Tamam, mənim burada VS Code'um var. Açıq formada hazır. Mən deməli yaradıram Logwall YAML yaratdım. Tamam. Bunu bir dənə çevirik Ansible'a. Burada Ansible onu avtomatik şəkildə necə eləyirəm, bəlkə bilmirəm. Name olaraq yazıram ki create logical ya da deyək ki create logical, bu vacib bir şey deyil bu arada. Volumes and volume groups heç önemli bir şey deyil. Yazmaya da bilərsiniz. Prod yazıram, çünki mən STB diskim manager node 3-dədir və bu noddakı prod içərisindədir. Prod qrupuna aiddir, worker knowledge. Prod yarattım. Ondan sonra yazıram tasks. Ondan sonra artıq başlayırıq. Birinci məsələ nədir burada? Bizə deyir ki, create logical volume yarat. Amma biz bilirik ki, hər birindən ən başda olan nədir? Biz
bir partition yaratmalıyıq. Təbii ki, bu imtahanda bizə hazır formada veriləcək. Sadəcə burada mən sıfırdan eləyirəm deyə yaratmalıyam. Partitionla yaratmaq üçün deməli, Community General'dan belə deyək, Community General Collection'dan gələn parted deyə bir tool var, onun vasitəsilə yaradır. O da Ansible doc parted yazanda bu arada not found da verə bilər. Onun üçün əvvəlcə Community General'ı yükləməlisiniz. Ansible dash Galaxy Collections install Community General yazıb yüklüyorsunuz. Göstərin. Ansible Galaxy Collection install Ansible yox, daha doğrusu Community.general p pəzviz ya da pəz yazıram. Bunu yazandan sonra da Ansible CFG-də həmin bu pəzi göstərməlisiniz deməli konfigurasiya faylında. Deməli, Community General parted. Gəlir bura, girik example-lara. Burada bizə bu hissə lazım deyil. FS type falan vermirik. Biz qərbədə olsa biz bu remove yazılarını götürürük buradan. Çünki ən sadəsi budur. Yəni buradan hər şey bizə lazım olanları ayarlayacaq. Task hissəsində bu name hissəsi, taskın altından name yazırıq. Deməli, bunu bir dənə çəkirik bura. Var belə, number 1, state belə. Deməli, remove yerinə yazırıq belə. Create partition 1. Deməli, buradan nədir məsələ? Bu device-ımız təbii ki, dev STB-dir. Burada görə bilərsiniz, STB diskimiz var. VDB1 falan filan, NVMe də ola bilər. Bizdə STB-dir. Number 1 nədir? Number 1 odur ki, bu yaranan partition dev STB1 olaraq görünsün. Bu 2 də yaza bilərik. Olacaq dev STB2 partition olaraq. Bizdə 1-dur təbii ki. İlk partition təbii ki, birincini alacaq, bir nömrəsini alacaq, dev STB1 olacaq. State present edirik. Present. Tamam. Bu bizim partitionımız. Burada artıq yaranmış olur. Partition yaranandan sonra nə deyir? Logical volume yaratmaq lazımdır deyir. Təbii ki, biz birinci nəyə yaratmalıyıq? Bizim bu volume qrupumuzu. Logical volume-dan əvvəl. Çünki logical volume-lar volume qrupun içərisində olur. Tamam, name. Heç bu name-i də yazmıyor. Bunun üçün də elə qəşəng example var. Harada? Ansible doc-da təbii ki. LVG volume qrup üçün də Lvol, bu isə logical volume-lar üçün. Baxın, özünüz görəcəksiniz. This model creates, removes or resize volume groups. Bu example-a. Burada da baxırıq, bir neçə example-lar var. Burada da elə ən sadəsi, məsələn, p-size falan bizə lazım deyil. Physical extent-lər yaratmırıq. Ən sadəsi elə gözümə dəyir bu. Amma burada bir məqam var. PVS-i mütləq qeyd eləməliyik ki, bilinsin ki, bu volume qrup hansı diskin üzərində yaranacaq. Ona görə də biz burada atırıq bunu buna, yəni yazırıq bunu vərəsinə create a volume group with name VG backup. Tamam, yaratdıq. Community General LVG, VG, state. Bundan da tez yadımızdan çıxmasın deyə PVS-də yazırıq. Təbii ki, bu olacaq VG backup. Bu PBS dev STB1. Bu da təbii ki, state present. Bu belə. Burada bir məqam var. Biz bunu yaratmışıq, düzdürmü? Burada nə var? If there's not space in the volume group falan filan. Bundan sonra LV backup yaratmalıyıq. Amma belə bir məqam var ki, tamam, sən burada OK vurmuşsan, bu volume qrupun yaranıbdır, düzdürmü? Amma sistemin bundan xəbəri olmayacaq. Buna görə biz Ansible faktları bir növ update eləməliyik ki, sistemin xəbəri olsun ki, bu VG backup yaranıbdır. Elə eləməsək, o zaman bir növ biz burada aşağıda task'a yazanda ki, tutalım, logical volume yarat VG backup üzərində, o deyəcək bir dəqiqəyə, mənim məlumatım yoxdur VG backup haqqında, yəni var ki, elə bir şey, volume group yoxdur. Niyə elə düşünür? Çünki dediyim kimi, Ansible faktları biz update eləməliyik ki, sistemin xəbəri olsun. Update eləmək üçün də çox sadə var. Setup deyə bir modul var. Setup. Bunu yazırıq. Zaten bura gəlib çatanda, bu hissəyə gəlib çatanda update eləyəcək özü.
Tamam, bunu update elədi. İndi bir məsələ var. Bura qədər hər şey okeydir. Bizim deməli dəqiqə. Bura qədər deməli baxırıq. Partition number 1. Partitionumuz yaranır. Okey. Volume qrupumuz yaranır. Sistemimiz update olur, faktlarımız. Gəlin hətta bunu işə salaq. Bura qədər zaten hər şey okeydir. Bir problem yoxdur. Gəlin işə salaq. Niyə də yox? Bircə saniyə. Deməli, setupda vurduq. Belə bir şey eləyək. Dəqiqə, haradaydı bu? Run, Ansible navigatoruna run eləyək bunu. Deməli, başlasın. True'dur, bunu false eləyərdim gərək, yadımdan çıxdı. Nəysə, bu gətirməyə çalışacaq dəfə. Halbuki var artıq onun kəşində. Deməli, fail verib, gördüyüm qədərilə. Yox, fail yox, unreachable verib. Aha. Unreachable veribsə, bircə saniyə, unreachable. Tamam, bircə saniyə o zaman. Bunu buradan yığışdıraq. Açın, hər şeydən əvvəl yoxlayın. Ping worker 03 tedaq local gedirmi? Gedir. Hə, send user-ilə mənə SSH-lə qoşulmalıyım. SSH send and worker 03 tedaq local send. Okey, dəqiqə mən ora kopya eləmişəm, bəs key failini cəsəniyə məncə etməmişəm. Saniyə. Aha. Dəqiqə. Deməli. Bir cəsəniyə ls. SSH. Varımdır. Tamam. İndi SSH copy ID worker 03 tedaq local password sende. Tamam, indi bunu mən bu formada eləsəm birbaşa girir. Okey. İndi bir saniyə bunu yenidən biz run nasıl bu navigator run eləyək. Yoxlayaq. Working on it. Create logical volumes and volume groups. Bircə saniyə. Okey, failed verdi. Gəlin baxa görə niyə failed verib. Failed 1. Deməli, worker error while getting device information with parted script. User has been parted dev SCB. Okey. Unutmuşam. Biz axı privilege escalation'ı disable eləmişik buradan. Ansible, CFC baxın. Bu da deyir ki, become false-dır. Bu da deyir ki, yəni tamam da sən adi usersən, sən axı kimsən ki, gedib tutalım, sistemdə şey yaradasan, disk yaradasan, nə bilim partition yaradasan. Yəni, hold on da, brat, yəni, gözlədə orada. Onun üçün become true eləyirik və bu səfər də yoxlayırıq və bu səfər milyard faiz işə düşəcək taskımız. Preparing for automation, please wait, create logical volumes. Okay, change 3, 4, 4, so, complete. Deməli bizim volume qrupumuz orada yarandı. VGS-imiz. İstəyirsə baxa bilər. Ansible prod. Deməli Ansible prod B, K, M. M-ə heç ehtiyac yoxdur belə. VGS. Sadəcə VGS. Volume qrup. Zaten bunun üçün görəvi səndir. Baxırıq. Gördüyümüz kimi VG backup yaranır və 10 gigabit alıb. Çünki bütün sistemin belə deyək də diskdə olan bütün sayısı əhatə eləməsini istəmişəm. VG backup. Əla. Okey, buradan belə. Bu belə. İndi qayda taskımızda nə var? Burada nə deyir? Create a logical volume code. Burada şey var da, məsəl üçün, görürsünüz.
if the volume group doesn't exist, print a message falan, nə bilim bu hissə. Bunlar yazacağıq hamısını. Birinci əsas məntiqə fokuslanırıq, onu yazırıq. Ondan sonra digərlərinə də yavaş-yavaş keçirik. İndi nədir burada məsələ? Artıq biz LV backup yaratmalıyıq. Logical volume və biz bayaq dediyim kimi blok və rescue-dən istifadə edəcəyik. Tamam, əla, gözəl, blok rescue istifadə eləməliyik. Amma insanıq da, yəni indi hər şeyi əzbərləyə bilməliyik. Bəzi şeylər yadımızdan çıxa bilər. Məsələn, mənim yaddaşım da zəif ola bilir, əzbərləmə qabiliyyətim yaxşı deyil deyə. Mən daha çox fokuslanıram ki, əzbərləməkdən daha çox nəyi hardan tapacağımı bilim. İndi imtahanda da ən çox vaxt taparan ki, zaten sintaksisdir və bilmədiyimiz bir modulun və yaxud unutduğumuz bir modulun sintaksisini bilmək üçün, baxmaq üçün, həmdən bilməyəndə, yəni hardan baxacaq, panikaya düşürük. Yəni panikaya düşməmək üçün nə edə bilərik? Yəni məsələn götürək bu blok rescue məsələsindən. Deməli, docsansible.com deyə bir sayt var. Bu Ansible'ın, yəni belə deyək, official documentation'dır və bu HTML variantı imtahanda əl çatandır. Buna tam əmin ola bilərsiniz. docsansible.com-a girir. Buradan project. Mən əzbərləmişəm. Code'a project girirəm ki, əzbərləmişəm. Bunun offline variantı imtahanda var. 2.16 niyə yazdım onu da deyim. Çünki Ansible'ın version'ı görərsiniz ki 2.16'dır. Tamam. Gəlir buradan Ansible Playbooks'a. Baxın, Ansible Playbooks. Using Ansible Playbooks. Working with Playbooks. Buradan gəlirəm Blocks'a. Buradan girdim Blocks hissəsinə. Biraz aşağı düşürəm. Görürəm ki, bu mənim məmnun eləmir. Çünki burada blok var, rescue yoxdur. Biraz aşağı düşürəm, baxıram ki, aha, blok rescue. Hətta burada always da var. Bizə always olan lazım deyil hələ ki. Çünki biz blok rescue istifadə edirik. Always da odur ki, yəni blokda yazdığımız işə düşsə də, düşməsə də, hətta buradakı işə düşmədi, blokdakı işə düşmədi, rescue-dəki işə düşdü. Hər bir halda always hər zaman execute olunacaq. Çünki bax, this always executes hər zaman. Nəysə, bu başqa bir mövzu. Deməli, blok, indi bunu siz kopyalayıb da yaza bilərsiniz. Mən kopyalamayacağım, çünki əzbərə zaten biləm. Sadəcə mənə lazım idi ki, görün, bax, blokun üstündə nə yazılır, name yazılır. Niyə? Çünki bu da əslində bir taskdır. Bu blok rescue də bir task olduğuna görə və tasksın altında olduğuna görə yuxarısında name yazılır. Tamam. Deməli, nə edirik? Name handle the LVM errors. Belə bir şey yazıram. Errors. Tamam. Yazıram block. Name. Create LV backup logical LV backup LV with size 1500 belə. Tamam. Bizə nə lazımdır? Təbii ki, bizə example lazımdır. Bayaq dediyim kimi Ansible elbow. Bu dəfə elbow. Presimiz olursa logical volumes. Keçirik example hissəsinə. Baxırıq. Burada eləyən birincisi bizə okeydir. Görürsünüz. Empty general'dan deyir ki, create logical volume 512 megabit. 512. Tamam. Bunu kopyalayırıq bura. Belə. Tamam. Belə. LV. Bu da size. Tamam. Deməli, VG-miz nə idi bizim? VG backup. Bunu götürüb bura, atdıq bura. VG backup. Bu LV backup. Size'imiz də biz bilirik ki 1500. Tamam, belə. Bunu yaradığımız o rescue. Burada bir error çıxarsa falan. Biz bilirik ki rescue köməyimizə gələcək. Rescue altından yenə qayda edeyim. Hətta burada birbaşa bunu kopyalaya bilərik. Kopyalayaq hətta. Çünki bunu zaten burada 1500 yox, 800 mib olanı yaradacaq. Burada da yazacaq 800. Şimdi burada məntiq çox sadədir əslində qalanda. Bunu yaratmağa çalış blokun içərisində. Problem çıxsa gəl düş rescue içərisində olanı yarat. Amma burada nəyi unutmuruq? Baxın bunu. Exception hissəsində not enough space for logical volume yazmalıdır. Bunu mütləq yazmalıdır. If there is not enough space in the volume group, print a message not enough space for logical volume and then make an 800 megabit LV backup instead.
Tamam, mən burada indi debugda istifadə edə bilərsiniz. Fail message for LV backup. Yox, volume group. Belə yazalım. Show this error message if volume group if VG backup does not have enough space. Tamam, bu mən yəni bombalıq edib yazıram, bu boydan normaldır, yəni bu boyda imtahanda yazmaya vaxtımız gələr. Tamam, bunu yazıq. Fail istifadə edirəm mən. Çox sadə gəlir mənə, həqiqətən. Fail message. Bu qədər sadə. Amma siz debugda istifadə edə bilərsiniz. Bu fail sırf fail üçün nəzərdə tutulub. Yəni, belə bir misal çəkimizsə, siz burada bunun əvəzinə debug yazsaz, tutalım ki, burada nəsə bir tasklarda ardıcıl gəlir, düzdürmü? Elə belə prosta bir momentdə condition olmadan, vensiz falansız fail message yazmışsınız buna. Rescue falan da onu buna, prosta task ardıcıllıqdır. Gələcək, axırda baxacaqsınız playbook fail edib. O deyəcəksiniz, axı burada bir problem yox idi. Bir də baxacaqsınız ki, əslində fail taskının özü də icra olunub problemsiz şəkildə. Sadəcə failin məqsədi zaten qırmızı yazı ilə bura yazdığımız şeyi göstərməkdir deyə bir növ elə biləcəksiniz ki, playbook fail edib ki, elə də göstərəcəksiniz. Deyəcək failed. Sırf bu fail moduluna görə. Ona görə əslində qalanda debug biraz daha təhlükəsizdir o baxımdan. Yəni, en azından playbook'un fail eləmir. Amma baxın da, yəni mən məsələn bunu istifadə edirəm açığım desəm və conditionla istifadə edirəm deyə belə bir narahatçılığım yoxdur. Durduğu yerə error verəsi deyil ki mənə. Fail message nə idi? Not enough space for logical volume. Enough. Niyə kopyalayıb yazımdan deyə düşünə bilərsiniz? Bunu biraz gizli tutur VMware-ın hərdən. Kopyalayıb yaza bilmirəm. Not enough space for logical volume. For logical volume. Tamam. Burada indi ben condition'ımızı yazacağıq. Əsas məsələ budur təbii ki. Bunda nə edirik? Bax, when yazdıq. İndi biz burada yaratmışıq artıq. Deməli, biz özümüzün volume qrupunu yaratmışıq və bizə faktlar lazımdır ki, condition hissəsində qeyd eləyək ki, qardaş, bax, əgər volume qrupda filan qədər size deyilsə, o zaman bir növ bu mesajı göstər. Not enough space for logical volume. Bunun üçün nə edirik? Təbii ki, bunun üçün belə bir şey edirik. Ansible prod deməli Ansible prod m setup less. Burada bax, bunu yazırıq, okeydir. Burada indi əslində m setup less a filter Ansible device və filter, yəni nə yazmaq istəyirsə, Ansible LVM də yaza bilərik. Yazsa buradan göstərməyəcək hal-hazırda. Baxın. Ansible dəqiqə. Görsünüz N-A. Göstərmir. Not found deməkdir, nə deməkdirsə artıq. Niyə göstərmir? Bilirsiniz niyə göstərmir? Çünki bunu Ansible CFC eləyək. Baxın. Bir dəqiqə deyəcəm indi, bax. Become false. False deyənə deyirsən kimsən baxasan orada şeyə, yəni nədir onun adı? Mənim nəyim var, partitionlardan falan filan. Onun üçün yəni adi userə imkan vermir də, baxma, root olmaq lazım. Onun üçün bura become qeyd edirik əslində. Ansible LVM, bax burada BK, yəni become user. Become password da səndir. Bunu yazanda göstərəcək. Gördünüz, Ansible Facts, Ansible LVM gəldi. Baxırıq, bizdə VG Backup'dır. Gəlirik burada, Ansible LVM, bunların hamısını biz buraya yazacağıq, yəni when hissəsinə. Deməli, başlığı necə başlayır? Ansible Facts, LVM, çünki Ansible Facts-i yazanda, yazımızda saxlayın, bu prefiksi yazmır, bu hissəni yazmır. Sadəcə bunu yazırıq, LVM. Ondan sonra yazırıq VGS, VGS-in içində VG Backup, size G. Bu formada gedəcək. Tamam, başlayaq onda. When Ansible Facts
açırıq. Bu təzə elə bir şeydir. Yəni, bu formada yazmaq, məsələn, VGS falan belə yazmaq, bu təzə Ansible-un necə deyək, sintaksidir. Köhnədə belə idi, Ansible facts, nöqtə tutan, LVM, nöqtə falan şey. Bunu rekomend eləmir Ansible. Deyir ki, belə yaz, bu daha məsləhətidir. Error verə bilər bir məqamda. Ansible facts deməli, LVM, açırıq, dırnaq, yazırıq LVM, deməli, LVM-dən sonra nə gəlir? VGS, volume qruplar, yəni VGS. Buradan bir dənə də açırıq. VGS-lərin içərisində nə var? Rel'imiz var, VG backup'ımız var. Copy, VG backup. Onu da bir dənə açırıq. VG backup-ın bizə nəyə lazımdır? FreeG, size-G lazımdır. Əslində FreeG istifadə eləsək, burada bir dəqiqə FreeG istifadə edir. Tutan VG backup-ımızda 2 GB istifadə olunur. Aslında FreeG istifadə eləməliyik burada. Çünki tutan da VG backup-dır, istifadə olunub deyək ki, artıq 4 GB istifadə, 6-sı qalıbdır. Çox da ki, onun sayısı tutan 10 GB-dir, 100 GB-dir. Bizə orada free olan lazımdır da bilək ki, yəni biz bunu yarada bilərikmi, yer varmı, yoxmu? FreeG ona görə istifadə edirəm. FreeG daha doğrusu kiçikdirmi? 1,5 G-dən 154 nə əlaqə? 1,5 G-dən. Əgər yəni bu size VG backup-ın size 1,5 G-dən nə qədər eləyir? 1500 megabit. 1500 megabitdən kiçikdirsə, göstər ki, not enough space for log cavabım. Yəni, əgər deyilsə, zaten skip eləyəcək buranı. Yəni, 1,5 G-dən aşağıdırsa, bunu göstərir. Not enough space for log cavabım göstərir və sonra da bunu yaradır. Biz bilirik ki, 10 GB deyə bura çatmayacaq, 1500 olan yaradacaq. Tamam, başqa nə qaldı? Dən baxaq. Bir də bunu da yazacaq, bunu da unutmayaq. Elə yuxarıda yazın, setupdan dərhal sonra. Bunun hələ də həqiqətən ciddi deyirəm, tam səmimi. Yəni, bunun niyə var, bu requirement anlaya bilmirəm. Çünki mən bunu yazsam burada, bir dəqiqə mən bunu yazım sonra deyərəm. Fail. Show this message if VG backup does not exist. Düzdür. Fail message yazıram. Neydi? Volume group does not exist. Düzdür. Volume group doesn't exist. Tamam. Bunda yenə when condition yazıram. When elə bunu əslində Ansible facts, LVM, VGS, VG backup. Bura qədər mənə bəsdir. Copy. When LVM is not defined. True false söhbətidir bu. Defined. Tamam. Nəyə görə mən məntiqsizcə onu deyim. Baxın, bunu mən götürüb burada yazsam, create partition, burada LVG-nin altından, düz yaradan kimi altından, burada yazsam error verəcək. Niyə error verəcək? Bayaq dediyim kimi, sistemin hələ ki xəbəri yoxdur. Update eləməliyəm faktları ondan sonra. Ondan əvvəl yazsam, yəni bilirik ki, bu error verəcək. Bunun altında isə yazmışam. Burada yazsam isə, yəni nə mənası var? Zaten bu yaranıb da artıq. Yəni buna qədər bir problem olsaydı bunun yaranmasında VG backup-ın erroru verəcək. Ona görə tam tuta bilməm bunu. Niyə? Bəlkə də mən düz yerə yazmam deyə düşünürəm hərdən, amma yəni heç qeyd eləməyib də hara yaz. Düzdür, qeyd eləməli deyil hara yaz, amma başqa hara yazacam ki. Tam bloka yaza bilərəm. Bloka qədər də aslında bloka yaza bilərəm. Amma bloka düşənə qədər də zaten varsa problem burada çıxacaq da yəni. Yarada bilmirsə zaten burada o yəni baş verəcək. Nəysə, bunu qeyd edirik bura. Qeyd elədik. Başqa nə qaldı? Deməli, bircə saniyə.
ne deyir burada? Create an XFS file system on all LV backup logic volumes. Tamam. Deməli, bunun üçün də file system deyə bir community generaldan gəlir, o da səhv eləmirəmsə. Modul var. Mesela burada system. Baxın, bu da community generaldan gəlir. Bunu belə example hissəsinə keçid edirik. Baxırıq, nələr var. Create X bunun üzərində. Tamam. FS type copy, başqa nə var? State'i təbii ki qeyd edəcəyik. State present olacaq. Tamam. En sonunda block rescue'nun da aşağısında bir dəqiqə tutalım. Block rescue onlarla bir şeydə burada. Daha doğrusu bunu atırıq bura. Create an XFS file system on LV backup. Belə yazırıq. Bunu tez bunu gətiririk bura. FS type dev present yazaq. Yəni yadımızdan çıxmamız. State present bura XFS bura dev VG backup LV backup yazırıq. State'imizdə present mount-da etmirik. Don't mount the logical value. Prinsipcə hər şey okeydir. Bizcə sonra mən pauza verim. Tamam, qayıtdım. Deməli, bir daha yoxlayaq hər şeyi deyirəm. Saniyə. Create logical yaratdıq. Bunu da yazdıq. Bunu da yazmışıq. XFS. Tamam. Prinsipcə hər şey hazırdır. Gəlin onda bunu run eləyək. Run. Görək nə verir bizə. Deməli, telefonum hanım. Create logical volume, task progress, running, change it, unreachable yoxdur. So, complete, okey, hər şey qaydasında kimi göstərir. Birində skip edib, nə skip elədiyində zaten bilirik. Bu. Bunun məncə də yeri heç bura deyil. Məncə bunun yeri elə buradır. Açın desəm. Mən belə düşünürəm. Fail message when belə. Mən düşünürəm bunun yeri buradır. Həqiqətən. Yəni gəlir LVM errors, handle LVM errors. Baxır volume qrup mövcud deyilsə, fail eləyir, heç LV backup'ı da yaratmır bir növ. Təzdən run edə bilərik ki, ehtiyac yoxdur. Amma yenə də hər ehtimal run edək. Hər şey qaydasında olduğunu görək. Deməli, bu yazıb. Okey. Bunu yazım. Deməli, hər şey okeydir. Heç bir problem olmadı. Gəlin indi bir buradan da baxaq. Ansible prod B K A mesela VGS LVS falan VG display də var hətta. O biraz əslində qalanda bizə lazım olan komand deyil, amma yenə də göstərim, ümumi göstərir. Baxın, volume qrup ətraflı VG backup,
format LVM2 sizable 10 GB, P size 4 megabit ki bu defaultdur, zaten bunu bilirik. Bu da realimizdir. LV display də yaza bilərik. LV display sandy. Tamam. LV display alaq ki bu benim LV backup. Zaten VG'sini göstərib burada. Node3example.com neysə falan filan. Bu Node3 adında deyəsən qalıb, yəni nəsə bir şey. Node3-də ona görə. Device-in name'i. Size-ın yazıbdır. 1,46 1500 MB yaradıb. Prosta bu niyə biləcəksə, çünki bəzi sistem faylları falan söhbətləri var. Onlar da ayrılır LV yaradanda. Yəni 1500 MB yerinə 1460 falan ola bilir. Belə. Taskımız normal, hər şey qaydasında. Mən rekordu stop eləyə bilərəm artıq və digər tasklarda yavaş-yavaş tək-tək işləyib baxa bilərik, sonradan videosunu atacağım. Belə, çox sağ olun, təşəkkür edirəm.